Cənab Prezident İlham Əliyevin bir çox çıxışlarında qeyd etdiyi bir söz var ki, sahibkarlara mane olmaq dövlətə birbaşa xəyanətdir. Dəyərli izləyicilər, bu videonu təkrar paylaşın, bəyənin ki, lazımi qurumların qarşısına çıxsın və bu məsələ ilə bağlı maraqlansınlar. 7 il öncə Şabran şəhərinin icra hakimi, icra başçısı Novruz Novruzov idi. 7 il öncə Novruz Novruzov buradan çıxdı Şabrandan. Mən gəldim bax bu parka. Bax burada gördüyünüz obyekti çalışdırmağa. Mən bura gələndə bu parkda inanın ki addım atmağa yer yox idi. O narkotik istifadə edən narkomanların şprisləri, kazbek kötükləri, avara, söyüş söyən, mədəniyyəti olmayan insanlar var idi. Onları bir-bir çağırıb başa salmışam ki, burada söyüş söymək olmaz, burada mədəniyyətsizlik eləmək olmaz, ailələr var. Ən əsas da bura Ulu Öndərin adına olan parkdır. Biz buranı qorumalıyıq, saxlamalıyıq. Və nəticə etibarilə şükürlər olsun Allaha ki, bax gəlib çıxdıq o yerə ki, ailələri cəlb etdiyi bura, uşaqlar üçün atraksiyonlar gətirdiyi bir çox o şəraiti yaratdıq ki, buranı maşallah olsun ki, nəinki Şabran cəmaatı bir çox yerlərdən gəlirlər, əyləşirlər, istirahətlərini eləyib gedirlər. Yəni biz burada çay satırıq. Başqa da yəni böyük bir burada qazancımız yoxdur ki, biz kiməsə haqq verək burada. Bizim rayon rəhbərliyindən, Şabran rayonunun hal-hazırdakı rəhbərliyindən heç bir şikayətimiz yoxdur. Sağ olsunlar, bizə dəstək olurlar o barədə. Biz də çalışırıq ki, xalqa xidmət göstərək. Məsələ nədir, dəyərli izləyicilər? Bax, bu gördüyünüz obyekt ki var qarşıda, bir müddət əvvəl, bir 5-10 gün olar, gəlib buranın şəkillərini çəkiblər. Bilmirəm, o şəkillərini çəkən əmlakın işçiləridir, ya Fövqəladə Hallar Nazirliyi ilə gəliblər. Məlum oldu ki, mənə gördüyünüz mənim çalışdırdığım, rəsmi olaraq çalışdırdığım obyekt var. Hansı ki, vergi verirəm, sosial verirəm, qanuni formada çalışdırıram. Bunu özəlləşdirib satmaq istəyirlər. Kimdir bu məsələnin arxasında dayanan? İndi mən bildiyimi bilirəm. Sadəcə istəyirəm ki, lazımi qurumlar, bax buranı kim özəlləşdirmək istəyir, o adamı tapıb lazımi cəzanı versinlər ki, Ulu Öndər Heydər Əliyevin adına olan parkın mərkəzində yerləşən dövlət obyektin, mülki obyekt kimi özəlləşdirmək olmaz. Yəni, əgər bu obyekt istismara yararsızdırsa, birinci növbədə onu mən 7 ildir çalışdırıram. Mənə təklif olunmalıdır ki, Orxan Salman, sən çalışırsan, əziyyət çəkirsən, bax bu qədər şərait yaratmışsan bu parkda, bir nəysə olur, sən ona nəzarətləyirsən, üzr istəyirəm, avarası ilə, çətin insanı ilə sən burada yola gətirirsən hər kəsi ki, burada heç bir problem çıxmasın. Mənim özümə də xoşdur xalqa xidmət eləmək. Şabran cəmaatı çox gözəl bilir ki, 7 ildir çəkiliş edib paylaşırıq bu obyektdən biz ki, nəsə bir şey sınır. Sağ olsun deyirəm, yenə də rayon rəhbərliyi də bizə maksimum dərəcədə köməklik edir. Yəni bunu mən qala, yəni niyə kimsə hansısa bir məmur özəlləşdirməlidir? Mənim Novruz Novruzovla çox çətinlikləri yaşamışam. İndi mən kimisə ittiham eləmirəm. Yaşlı adamdır, bugün sabah pensiyaya çıxacaq. Mən dəfələrlə demişəm ki, Novruz müəllim demişəm. Demişəm, xahiş edirəm, məni incitməyin, məndən heç kim haqq ala bilməz. Mənə mane olmayın, mən sahibkaram, mən dövlətə vergi verirəm, mən əziyyət çəkirəm, çalışıram ki, Şabran gözəlləşsin. Valla cənabın sözü olmasın. İstəyirəm ki, Şabran çiçəklənsin, Azərbaycan çiçəklənsin. Valla hərəmiz bir ağacı budağın qopsa onu düzəltsək, hər hansı bir nəysə sınsa onu yenidən bərpa etsək, bu çox gözəl bir şeydir. Yəni, bu dünyanı düzəltmiş olarıq. Amma buna kimsə mane olanda artıq mənim özümə də pis təsir edir. Həqiqətən də mən psixoloji olaraq neçə gündə əziyyət çəkirəm ki, bu qədər mən əziyyət çəkmişəm bura üçün. Hansısa bir məmur gələcək buranın kiminsə adını özəlləşdirəcək və çıxardacaq satışa. Və məndən məlumatsız gəlib çəkirlər buranı. Bizim kameralara düşür, hansı ki o gəlib şəkillərini çəkən. Niyə bu işi, prosesi gizlin aparırsınız? Siz məndən qorxursunuz, siz məndən qorxmursunuz. Bu məsələni işıqlandırmağımdan qorxursunuz. Mən də, bax demişdim, Novruz Novruzova bildirmişdim ki, köməkçisi vasitəsilə bizə dəyib dolaşmasın. Neyini bu vaxta qədər eləyib, valla öz işləridir. Kim neyniyir, hərənin öz işidir. Mən yenə də deyirəm, ittiham etmirəm Novruz Novruzovu. Hal-hazırda vəzifədədir. Mənim sadəcə istədiyim odur ki, əl çəksin bizdən, biz sahibkarıq, bizə mane olmasın, bizim işimizi aparmaqda bizə çətinlik yaratmasın. Ona görə də, dəyərli izləyicilər, başqa mövzular açmıram. Məndə videolar da var, hansı ki təqdim edə bilərəm.
kimlərsə qaçan vəziyyətdə, nə o birisi, bunların hamısı var məndə. Mən sadəcə istəmirəm ki, kimlərsə bu videoya baxıb, onların əlində süjet olsun. Azərbaycan kənardan baxanda bax belə iyrənc adamlar görsənməsin. İstəmirəm başqa ölkələrə, başqa insanlara biabır olaq. İstəyirəm ki, hələ Azərbaycanı yaxşı tanısın. Mən dövlətçil, millətçil adamam. Dövlətimin, millətimin yanında olan adamam. Həmişə istəmişəm ki, hər şey bizim dövlətdə gözəl olsun. Yenə də deyirəm, buna mane olmaq istəyən insanlar var. Gözləri doymayan insanlar var. Dinlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, bu videoya əgər baxılmasa, nəsə bir nəticə olmasa, mən çalışacağım elektron qaydada da nəsə məktublar yazım. Əgər bu məsələyə baxılmasa, yenə də videolar çəkəcəm. Özünüzə yaxşı baxın, özünüzü qoruyun, dəyərli izləyicilər.